Lazım papam məni izləyir ki, sən tutub döysün. Niyə döyür? İndi qızı sevirəm deyə mənə döyməlidir. Bilirsən ki, razı deyil, dirəşmə. Atam gəlir nə eləsə elə razı sal onu. Oğraş oğlu. Ay can, atacan. Ata? Nə ata? Sən mən qızımla ciddisən hə? Əlbəttə ki, ciddiyəm dayıcan. Bir qız bir oğlanın, bir oğlan bir qızındır. Allah sizi var eləsin. Çox tərbiyəli qızınız var. Dur cəhənnəm ola, bir də qızımın yanında görməyinsə. Sən də çıxa bax. Ay dayı. Başa düşürəm, xanımınızdan boşanmışsınız deyə belə əsəbisiz. Arna sən danışsan ha sən? Dayı icazə ver mən sən qızınla görüşüm, sənə qəşəng jest eləyəcəm. Nə jest hə? Mənim xalam ərindən boşanıb 5 ildir duldur. Nə varım ki? Necə yəni nə var ki, mən səni xalamla tanış eləyəcəm, cavanlıq elədim, məndən nəyin əskiydi? Neçə yaşı var ki xalım? 38. 38. Zor. Ev zadı var. Hə, var, elə canı suludur. Ha, bu vəbşə zor. Ay qız gəl bura görüm. Gül kimi oğlandır. Mən niyə Yeznəmlə bu vaxta kimi tanış eləməmsən? Bura görüm hə. Gəzlər. Ümumiyyətlə ailə gözəl şeydir. Amma Yeznəylə birbaşa çerez qovum olmaq onunla da gözəl şeydir. Allah sizləri xoşbəxt eləsin. Məni də onun içində. Xalan, hanı xalan? Sən gəlmişəm, gəlir. Hə, gəlsin.